Qoca. O yerə soxun. Deyir ki, bütün qocalar mənə kimi olsun. Abidəsi nə deməkdir? Abidə də, büyük abidə. Nədir? Nə abidəsi yazıblar? Gözəl abidəsi. Gözəllik abidəsi də, hə, yəni. Nə, hə? Abidə də necə başlandı, belə daşdan abidə qoyurlar. Az yaşaz, ətmi tökmə abidəsi. Yox, bir. Hamam abidəsi olar. Bilirəm yaxşı sözdür. Belə şey olur. Abidəsi. Abidə O yox, buxun yox, bir şey yox. Abidə. Haran abidəsi oldum mən? Nə bilim, koşuldum bu dünyanın videosuna baxdım, həvəsə gəldim. Oturmuşdum da. Lazım idi mənə qışlaman rojuna. Allah haqqı, tezə eləmişdim saçlarımı. Gördüm, həvəsə gəldim, ay bacı. Yetdi nöqtə elədim, hə. Yetdi nöqtə superdi, Günel də elədi. Az Günel nöqtə elədi, makyaj da qoydu üstünə. O Günel də o eləyər. Allah haqqı. O xortum məni öldürmür. Sabah da gəldi ki, özün görən niyə səbir? Əslində 2 saat olmaz yetdi nöqtədən sonra makyaj. Su gətirdim. Ağardır o saçma. Özümü maya qoyursan, maya qoymalıyam, nə bilsin eləyim? Nə özümü qoyum sənə qoyacam. Platin, nə rəng eləyir? Blond. Oy da belim getdi, böyrəyim getdi. Yaxşı yersən, keyf elə, can, xərçən bücüsən, hə? Xərçənsən, ha? Xərçənmə ailəcanlı olur. İyun. Birinci ay neçəsi? 23. 23-ü? 22-sinə başlayır da. 23 iyun, hə. Saçım qısa da, demirəm. Oğlumla bir gün də orada. Nə bilim, ağardırıq saçımı. Bugün sökülür, saç rəngim olunur. Dib rəngim. Yoxsa dibimi bilmirəm. Qasanova çox sağ ol, dibimi bilmirəm necə eləmək, qızlar. Tam ağ istəmirəm dibi. Dibi necə eləyəcək? Öz saçımdan çox açıq eləyəcək. Bundan 2 ton. 2 ton. 2 ton yarım, daha belki 3 ton. Daha 3 ton. Daha ağ olacaq da, onda bulan da oldu. Yox. Dibi 7 deyil. Mən bir sənə nə rəng istəyir? Bir dənə o paleti ver də mənə qurban olum. Kapalıdır. Ver, bir dənə göstərim sizə. Dibini nə rəng istəyirəm. Az burnum ilişdəli, bir burnum lapat gedir. Gözdə. Bacı, dib elə ona oxşayır ki. Oy. Ay bacı, elə dib elə mənim dibimdir ki, istədiyim rəng. Yine biraz açıktı. 2 ton açıktı. Gəlin görüm, indi göstərəcəyim. De belə. Bu çox şeydir. Bax belə. Burada çok sarılık Yox, var. mən bir Sen sənə sarılık istəyirəm. değildi sen istediğinden. Bu da öyle ay bacı. Bax, mən belə dib istəyirəm. Yox, bu da öyle. Yok o değil o yaşlı. Rıjlıq olmasın. Bax, mən belə istirdim dibimi. Necə? Belə. Pepellidir. Hə, belə istəyirəm. Yoxsa belə. Yok o değildi. Burada hiçbiri yoktu. Sen istediğin renk. Ben Belə. bilmem sen ne istersen. Bu da döyürəm. Hə, neysə. O orada olmayacak. Pramber senin saçında olacak. Katalogda analog olmayan renk. Dib. Onu vermem. Dibi nə idi? Səhv dedim. Dibdi de. Yok bizden. Bir dibi nə idi? Yazılar səhv dedim. Ne səhv Dibi elə. Onlar çolkamı birinci sökməyəsən, bu yanları sokuyorsun. Mesela canlı yayındayım. Tutmuşam elə buradan. Kalacağım keçər indi yayında. Hə ya. Dip boyası. Ha dip de ben ne dedim ki? Dip. Başka söz var benim onun. Dib boyası. Yok düzdür sen. Besedirsən estağfurullah. Sen de yok onların reaksiyasına mən deyirəm estağfurullah. Şey bu var. Mesela kuşladım be ya. Yok yok hiç ne demedim. İki de biz kuşlamışız.
Qaynağı çəkirəm. Arada mən. Pis sözdü yazıblar. Nədir pis söz? Nədir pis söz? Biz necə deyik ki? Vay pis söz. Deyət ağa. Dib, Əziz zarafat dibi. edirlər sənə. Hə, dibi, saçımın dibi. dibi. Saçımın dibi də nə dedim ki? Siz az keç oynamış aşağı. Keç köpək oğlun qızı. Hər şeydən söz yoğurursuz. Aa, üzüm də qaynayır. Qəyət elə bir söz deyə bilmir ya bacı. Nağara çalmağa başqa şeydir, zəng çalmağa başqa bir söz deyirlər. Dibinə bir söz deyirlər. Bu. Dünya kimdir? Qonşunun qızı. Bəxtəvər. Can, sənə də görüm bəxtəvər günə qalasan. Az arzu sənə qurban. Biabr eləmə də, çox reklam eləmə də qısa saçları. Yox, yəni. Mən mağızdım görüntüden. Sənə lazım edir o canım. Çox qırdalama. Palit eləmə. Ayda. Elədir də, bunun yanında bir fağırcını. Yadıma qoy görüm, hə, oradan baxım söküm onda ki, belki. Saçların nə günə qalıb? Xanım bilirik də nə günə qalıb. Nə gündə olmasaydı, biz yetim qaynağını üç taxırdıq. Heç bilmirdik. Tezə xəbər. Tişdirin ligli qalıb. Aton sənə doğanda pırt-pırt tüklü doğurdu. Atam ben babamda verirse. Ne oldu? Bayağı bir söhbəti bitirmişdi, tamam. Hə, Əslanlısı 20 bin. İcazə verirsiniz artıq. Sen bu dəqiqə canlı və 50 bin verirsin. Hayatımın son 2 yıl danışım, sen canlı və 50 bin. Böyle bugünkülər danışdım. Mən gidip maşından sok getirmez. Sokum qalıb başında. Ərin hanı? Ərim o biri otaqda oturub qızlarla. Bilərlər. Söhbət edirdim, olsun. Şimdi anlaman eləsən də ki, zarafatda inandım. Bu dəqiqə məcbur qırıqlandan yıxacaqsın, saat çox durum. Necəsən? Yaxşı vereyim, sən necəsən? Az 7 nöqtə elədi, üzüm göncə parıldayır. Başlayamam. Niyə belə tez reaksiya verdi? Qısa bir onu hiss edirsiniz. Ay bacı, üzümdə makyaj yoxdur. Hər eləsi bir. Hə, hiss edirsiniz. Məsələ gəlimdə demədim ki, sən özü çox qəşəng parıldayır. Nə tez belə oldu ki? Eləmisiniz heç yenə Sən deyirdə. bir dəfə edirsən. Doğrudan. Yaxşı 7 nöqtəsi qəşəng sıra da götürür. İlk dəfə də eləyirəm. Süper edirəm. Doğrudan. O bu parıltını məzədi var da, ay sağ ol. Hələ bir həftə 10 günüm sən. Dedi bir həftəyə qəşəng effekt alacaqsan. 7 nöqtə elədim mən. Deyir, üz ac olanda var ha, dəri ac olanda onda tez reaksiya verir. Lap tez reaksiya verir. Səndə yəqin qurudur da dərin. Hə, quru dərdi. Quru orta dərdi belə. Neçə elədin? Valla mən ödəniş verməmişəm qızlar, yalan deyərəm. Yalan deyərəm. Günel elədi, amma bilməm nə qədər verdi. Soruşmadım, inanırsınız getdi, kassada ödədi. Günel gəlsin, soruşarım, deyərəm sizə. Bu profil tanıram, prosta Ahmet idi deyəsən. Bir iki dəfə gəlmişdi, necəsiz? Oxu da, nə edirəm, rəqs oynayıram, oxuyuram da. 150-170 manat, hələ olar yəqin. Mən ay gündə eləmişim, mən bütün prosedurlarımı ay gündə edirəm. Mən nə tərsən erkək, nə düdür? Nə deyirəm, nə tərsən erkək? Prosta Ahmetə deyirəm də, erkək. Erkək oxşuyuram, bürüşüş mənim. Sağ ol, yaxşıyam, siz necəsiz? Baba Səma yenə gəldi. Mən bu Səmanı 65 qəpiyi blok atmışam. Ay bacı, bu neçədən profili var? 65 qəpik. Ay bacı, bu hansı profilə girirsən 65 qəpik? Hə, çörək bulaq da 65 qəpik. Aygün Omar. İfritənin özünün də dəri çox gözəldir. Şeyə bax da, Tema baxala deyir ki, 65 qəpik çörək bulu istəyir. Az 65 Bakıya yığa-yığa içəri şəhərdə ev alım. Prosta Ahmet bəy, çox sağ olun.
Hansı canlıya girsən yazacaq. Doğru. Bu baxmır TikToka. Bu kimdir? Dırı. Aha. Gözlə. Kartın yazır qoy bura. Yo, Yalvarır doğru. ki, ancaq çörək pulu istəyirəm. Başqa tam yerdə eyni şey yazır. Başa düşdün? Özü az istəyirdi, yenə abı. Hə də, yəni ekskluziv olsun. Sən niyə belə tez-tez salona gedirsən? Valla dırı validəni tanımıram, yalan deyərəm. Mənim üzümün belə düzəlməsini Aygün Omar elədi. Mənim üzüm gedin onun səhifəsində var. Gör nə gündə idi. Allah haqqı. Bütün çillərimiz adıma apardı, yox. Amma hələ də prosedurlarım gedir. Yandırmıram ki. Düzdür, bu təzə gələndə bunu Çox pis idi, hə. Bütün çil idi üzüm. Üzümün bir dənə ağlığına bax, bədənimə Amma bax. necə olmuşdu elə üçün, ayırsın sən üzünü. Bilsən, zalarıma gedirdim. Məndə də zalarım çil verir. Yox, əslində çox vaxt bağlayırdım. Sonra mən buraxdım o zalarımı. Buraxdım, üzümdə çil problemi var. Arzu, bəli. Həkim Aygün Omar. Milanda eləyir də. Mila kosmetoloqdur, Aygün Omar dermatoloqdur. Səhifəsində baxın, aknaları necə sağaldır. Mənə bir dənə şey dedi, indi burada adını çəkməyəcəyəm. Mənə dedi ki, Arzu, sən də ondan şübhələnirəm. Bir dənə qan ver. Qan analizlərimin cavabını mənə getir. Verdim. Bir yanda bugün gəldim oradan. Bugün dedi mən onu. Niyə? Çənəmdə səpki yaranır deyə. Yox. Aygünün yeri. Herpes, qurt, hormon, şəkər. Bütün xəstəliklər, rak, xərçəng. Görün nə tapırsınız, hamısını yazın bura. Yapışdım. Allahım, sənə qurban olum, ya Rəbbim. Doktor deliler indi yazacaq. Şəkər, onkoloji, sonra hepatitis, Sağ olsun, olsun. Görün sonra nə xəstəliklər var, hamısını yapışdırın. Pox yedıq bir şey dedik. İndi hamısını Alboy atırlar, nə də? hamısını Rak, ginekoloq, vərəm, qurt. Vərəm nə xəstəliyi? Bu vapşı beklerdi. Doğrudan. Allah herhalde. Ciyər xəstəlik. Az yox, o deyir belə bir şey deyir. Sadəcə müalicə eləmək lazımdır. Elə bir şey yox dedi, orada qız var idi, onda akne var idi, akne. Ona da dedi ki, qanını getir, qanını yoxlayaq. Məndə akne yox, məndə ona. Eyibdir də, deyə bilmirəm. O, yaxşı. Demirə var, deyir, yoxladaq. Hamido. Ostroxanqoz. O nədir? Astraxandrosan. O boyun ağrısıdır. Astraxandroz beyinə gedən damarın şeyidir də. Onun kosmetoloqla nə alakası? Kim ne bilir yazır da bilmedim. Eşitip kim de eşitip yazır. Qurur. Biri yazıb keçər. Mən bunların əlinə ölürəm də. Hər şey girib bundan əməsləşir. Özüm dəliyim, bunları da dəli eləyib qoymuşam özüm kimi. Ne de ki onlar senden bilirler. Prosta Ahmet, teşekkürlər. Vallahi. Çox çətin söyləyir. Azərbaycan nerede? Keçen dəfə gibi sen nerede? Onu soruştum. Çox çətin. Biz inançın sökülər bu. Tezəli yığmışam axı ona görə. Səbrim yoxdur. Aç oğlunla danış. Astı yaxşı. Fikir ver. Analar anası. Bu yaxında gedim, Anlaşdı. sonra qayıdıram. 3 ay Bakıdayam. Abijniklar, oturun. Oturacağım sizin sizə. Özdə ailəvi gəlirik. Nəsilliksə. Nəsillikcə, Deniyasın müalicəsinə gəlirik. Bayram buradasın orada. Niye? Mart'ta. Gedim inşallah oradasın. Deniyasın müalicəsinə hamımız gələcək. Kül başı və oldu kül, sən indi get yat. Burayı bulamaq. Pulla sökür. Sedine ha. Dünən dollar. Tanışlığa. Ciddi münasibətlərə görə. Bir de göz bağım söküyor. Bir də bir sən nə bilmək istəyirəm qızım. Bəzən belə, bəzi belə gilşik kommentlər yazan var. Allah'ın, elə üzünü görmək istəyirəm. Görüm necə tipdə bir insandır.
danışar inşallah. Can, çox sağ ol ürəyim. Acil. Herkesine basacağım. Uşaqlar da uf. Az kızı keçən dəfə danışır maması ilə. Nə deyirdi mənə Arzu? Kim? Ay Allah. Dalia. Hə, o nəsə dedi? Xanım öpürdü. Alman nəsə sizin dilinizdə nəsə dedi? Sən dedin ki, xanım sən mən dedi. Öpürəm sən xanım. Hə, Almanca. Az dili şirindi. Deyirəm ki Onu ona. gələndə gətirəm. Hə, onu gətirəcəm bir səfər. Deyirəm Dalia, bir dənə dinən də mamaya. Biz qızlar qulaq asmaq istəyirik dinə. Dinən lablaquza. O mama, mən lablaquza demirəm. Deyirəm niyə? Deyirəm mən onu sadəcə canlıda izləyicilərim üçün deyirəm. Tütün bəxtəvə. Səni itələyib oturacaq. Hə, deyir izləyicilərim üçün mən deyirəm lablaquza. Sizin üçün deyir demirəm. Şu an səviyyəsi var, hörməti var. Hə, Allah haqqı. Dalia. Dinləyicilərinə dəyər verir o uşaq. Hə. Görmüsən, keçən il mama aparmışdı onu öz evi. Mən bura Bakıya gəlməmişdən qabaq, qulaq asın. Aparmışdı indi kim eşitdik, qızlara demişdim. Aparıb mama dedi ki, qalsın bizdə. 2 günlük getmişdi ki, mama gildə qalsın. Hə. Neysə, mama apardı, bir gün qaldı. Bir də görüm, mama yığıb məni. Deyirəm, hə, ayma. Deyir ki, biz, adı nədir, Dalia evə gəlmək istəyir.